Şah İsmailin faktik olarak kişinin qurduğu ideoloji sistem 236 il yaşadı. 236 il. Amma nə yazıq ki, Nadir Şah Əfşarın qurduğu ideoloji sistem 236 il yaşaya bilmədi. Nə yazıq ki, Uzun Həsən, yəni Uzun Həsən yad deyil, Şah İsmailin babasıdır. Uzun Həsənin qurduğu sistem o da yəni, o qədər yaşaya bilmədi. Şah İsmailin devlətinin ideoloji sisteminin 236 il yaşaması ondan xəbər verir ki, yəni adamın atdığı təməllər möhkəm olub. Şah İsmail Azərbaycan sözünü, Azərbaycan kəlməsini öz dili ilə siyasi və devləti anlamda iqrar eləyən bizim yeganə hökümdarımızdır. Ən azından mən bildiyim qədərilə. Yəni Şah İsmailin məşhur bir sözü var. Əhsən-ü Təvarix kitabında yazır. Deyir sizə Azərbaycan taxtı lazımdır, yoxsa Gülüstan qalası. Gülüstan qalasının mühasirəsi zamanı deyir o sözü. Əhsən-ü Təvarix əsərində də var, Əhsən-ü Təvarix əsərində də var, Aləməray Şah Abbas əsərində də var bu məlumat, Səfəvi qaynağıdır. Orada Şah İsmail Azərbaycan taxtı sözünü, Azərbaycan devləti anlamında işlədir. Ona görə Şah İsmail bizim üçün özəldir, önəmlidir.